Hello kızlar, salam. Bugün sizinle yeni elde ettiğim washback çantasının içerisinde olan fırçaları bir temizleyirik. Ümumiyyətlə çeşitli fırçalarımı da bunun içine katmışam bir yerde temizleyeyim diye ve burada mən bir şey qeyd etmək istəyirəm ki, kızlar bilirsiniz də bu mövzuda çox az video var, həqiqətən, daha doğrusu az faydalı video var və mən qopmuş dırnaqlarımdan sizə video çəkirəm. Bunlara fikir verməyin, yaxşı yerlər görün. Deməli, bunlar istifadə olunmayan yeni fırçalardır, lakin bunların təmizliyinə də istifadə etmədən qabaq riayət etmək məncə ən önəmlisidir. Məsələn, burada belə fırçalarım var və s. Dişlilər də qəşəng basmışam bunun içinə. Ancaq bunların məncə yuyulma qaydasındakı addımları çox az insan bilir, tətbiq edir və bunlara aid məncə az faydalı video var. Ona görə də mən bugün sizinlə burada bu gözəllikləri yuyub söhbətləşəcəm. İçərisindən fırçalarımızı yumaq üçün belə bir şirin bir şey çıxır. Mən boş benim yaman tündüymüş. Hər neysə, çox gözəl deyib yumuşaq. Bunların hamısını mütləq şəkildə yuyulmalıdır. Bu öz fırçamdır. Ümumiyyətlə çeşitli fırçalarımı da bunun içine koymuşam ki, yaxşısını yuyum. Yazdıqlarına vaxtdan yumurlar burada. Sizə göstərdiyim fırçalarım da yuyulacaq. İçərisindən belə pudranı sabitləmək üçün sponj. Bu arada gördüyünüz kimi çox qəşəngdirlər. Bunların hamısını çıxarıram, yaxşıdan. Yəni çıxartmışdan qalmamışda yazdıqlarına görə qoydum. İçərisində belə çox şirin sponjlar da çıxır. Çox şirindirlər. Deməli, qızlar, indi mən bunları çıxardıram, kənara qoyuram. Çünki bizə fırçalar lazımdır. Fırçalarım belədir. Bu highlighter fırçasıdır və bunu çox sevirəm deyə bilərəm. Bunu ilk dəfə istifadə etmişdim, lakin yenə də yuyacağam. Bunların da hamısını sizinlə beraber açmaq istəyirəm. Bu şəkildə yeni bir şeyler olanda onları sınamaq o qədər həzz verir ki mənə. Qızlar, bu iki tərəfli fırçadır. Gördüğünüz kimi liner fırçasıdır. Buna da istediğiniz qaşla da şəkillərinizi da verirsiniz. İçərisi çox funksiyalıdır gördüğünüz kimi fırçaları. Yine bu da iki tərəfli bir fırçadır. Eğer bu videomu yeteri kadar beğenseniz, gələn videolarda daha yaxşı, faydalı videolarımla qarşılaşa bilərsiniz. Kızlar, deməli ilk öncə nə götürürsünüz? Hər hansısa bir plastik və yaxud da belə şüşə bir qab götürürsünüz ki, biz fırçalarımızı yumaqda bizə bu yardımcı olacaq. Və yaxud da fırçalarınızı yuya bildiyiniz hər hansısa bir qab varsa o da ola bilər. Yəni heç problem deyil. İndi isə keçək bunun içərisinə əlavə etdiyimiz hansı vasitələr var və nələr ilə yusaq daha yaxşı olar. İlk öncə dilərsəniz istifadə etdiyimiz məhsullar haqqında danışaq ki, nə ilə onları kökləndirəcəyik. Yaxşısına wash etmək üçün belə bir uşaq şampuanım var. Bunu istifadə edəcəm. Siz əlinizdə olan hər hansısa bir uşaq şampuanından və yoxdursa əgər üz yuma micellar sulardan istifadə edə bilərsiniz. Su tərkibli, bir də belə uşaq şampuanlarının tərkibi daha zəif olduğu üçün bunlara üstünlük verməyimiz ən doğru seçim olacaq. Buradakı qaydaları izah edirəm. Nədən ibarətdir? Deməli, ilk öncə fırçamızda bu metal hissəsidir və bu metal hissəsinə suyun dəyməməsini lütfən nəzərə alırsınız. Xahiş edirəm, nəzərə alın. Çünki bu hissəyə əgər su daha çox təmas edərsə, bu fırçanın ucundakı qıl hissələri daha tez sıradan çıxar. Ona görə də metal hissələri xahiş edirəm ki, yuyarkən ancaq fırçanın tüklü hissələrini yuyuruq, metal hissələrinə suyun dəyməməsini təmin edirik. Bu birinci qaydamızdır. Daha sonra nəyi nəzərə almaq lazımdır bəs? Qızlar,
ən əsas qaydalardan biri. Hamı elə bilir ki, indi bu yazıq fırçalar çirklidir deyə bunları keşik isti suda yumaq lazımdır. Yox, əlbəttə ki, yox. Bunları isti suda yumağınıza ehtiyac yoxdur. Bunları ilıq suda yuyuruq ki, fırçamızın ucundakı nəysə dilimi sürüşdü. Fırçamızın ucundakı bu qıl hissələri zərif şəkildə qalsınlar və bizə illər boyu xidmət eləsinlər. Tez xarab olmağını istəyirsinizsə, yəni lap isti suda yuya bilərsiniz. Bunların hamısını ilıq suda yumağınızı ikinci mənada tövsiyə edirəm. Deməli, üçüncü diqqət etdiyimiz məqamlar nədən ibarətdir? Fırçamıza götürüb də belə çəkməyin suyun altında. Olmaz. Çünki yenə deyirəm, yetəri qədər zərif tüklü ola bilər. Yəni yüksək keyfiyyətli hər hansısa bir fırça da ola bilər. Bu demək deyil ki, yazığı basaq suyun altında xoşbəxt eləyək. Yəni bunun fırçası ilə normal şəkildə davranmaq lazımdır və fırçanın uc hissəsini, yəni necə deyim, baxın, bax belə suyunu bu şəkildə xəfif hərəkətlərlə suyunu almasını təmin edirik. Daha sonra isə istədiyimiz hər hansısa bir yerə bu şəkildə qoyuruq. Və keçirəm dördüncü məqamımıza. Qızlar, dördüncü məqam nədən ibarətdir? Təsəvvür edin, bu hər hansısa bir səthin üzüdür və biz bunu qoyarkən nəyi nəzərdə almalıyıq? Bunun uc hissəsi, xüsusən uc hissəsi, yaş olan hissə, bu hissədir çünki qoyarkən hər hansısa bir yerə təmasını əngəlləməliyik. Niyə? Çünki hər bir tərəfdən hava qəbul etməsini çəkləndiririk və bu yaxşı bir səthdə hər tərəfdən hava qəbul edirsə daha tez quruyur və nəmişliyi də özündə uzun müddət saxlanır. Qızlar, deməli digər məqamımız nədən ibarətdir? Bunu yuyarkən, ümumiyyətlə bütün fırçalarınızda tətbiq edirsiniz bu üsulu. Yuyarkən uc hissəsini belə aşağıya doğru qoyursunuz. Belə yan olmaz, belə dik olmaz. Belə hissədə belə qoyursunuz axar suyun altına və onu qəşəngcə yuyursunuz. Burada püf məqamımızı qeyd etdikdən sonra bir şey demək istəyirəm ki, ola bilər ki, deyirsiniz niyə? Çünki bu bizim fırçamızın formasının itirməsinə, deformasiya olmasına gətirib çıxara bilər. Bunu heç bir transformasiya uğratmadan bu şəkildə yumaq lazımdır ki, bollu belə deyək də su axını ilə qarşılaşan fırça öz formasını itirməsin. Deməli, qabımızın içərisində olan fırçamız bu şəkildə ancaq uc hissələrini toxundururuq suyun içərisinə. Burada bir şey nəzərə alırsınız qızlar. Deməli, bunun içərisinə uzun müddət belə qoyub gedib hər hansısa bir işinizi yerinə yetirməyin. Yəni fırçaları uzun bir vaxt, hətta qısa da olsa qoymağınız heç tövsiyəli deyil. Yenə dediyimiz kimi fırçalarımızın uzun ömürlülüyünü təmin etməyimiz lazımdır. Gəlirik son məqamımıza. Biz fırçamızı yuduq tutalım ki, bəs biz bunu necə qurudaq? Qızlar, götürüb saçınızı qurutduğunuz xahiş edirəm fendən fırçaları heç vaxt qurutmayın. Baxın, burada bir haşiyə çıxmaq istəyirəm. Nə? Fırçalarımızı yenə də isti fen aparatları ilə qurutmaq heç doğru seçim olmayacaqdır. Yəni dediyimiz kimi onların uzun ömürlülüyünə təsir göstərəcək. Buna görə də nə edirsiniz? Onları hər hansısa bir açıq səthə və yaxud da qoymaq istəmirsinizsə, həmişə fırçalarınızı qurutduğunuz hər hansısa bir dəsmal ola bilər, hər hansısa bir səth ola bilər. Ora qoyursunuz, o yazıq onsuz da öz-özündən quruyacaq da, yəni. Belə, nə bilim, fen aparatları, hər hansısa bir istilik sisteminin yanı və yaxud da yenə dediyim kimi atplenyaların üstü belə yerlərə qoymursunuz. Bu şəkildə qeyd etmək istədim. Görüşərik, görüşmək ümidi ilə. Ümid edirəm ki, bu videom sizə faydalı oldu. Nəsə, bankamızda qaldı burada. Heç nə əzizlərim, sizi sevirəm. İnşallah gələn videolarda görüşmək ümidi ilə. Qızlar, əgər videom faydalı oldusa, rəy bölümündə öz fikrinizi yazın. Yəni faydalı olsa da olmazsa rəy bölümündə mütləq fikrinizi yazın. Əgər faydalı hesab edirsinizsə kanalımı izləməyə alın ki, gələn növbəti videolarda bir yerdə yenidən sizinlə görüşək.